Əlinin haqqın qəsb elədilər, Əli niyə qılınc çəkmədi? Əlinin başına bu qədər, Əli sustu, dayandı, yo, belə mən qəbul eləmirəm. Bunların düşüncələrində bilirsiniz nə olmalıdır? Əli çəkməlidir qılıncı, yığmalıdır ətrafın başına, vuruşmalıdır, qan tökməlidir, deməlidir ki, kürsüdə mən oturacam. Bunların düşüncələri budur. Əlinin düşüncəsi bu deyil. Əli məktəbində düşüncə budur. Bu cəmiyyətə mən lazım deyiləmsə, bu cəmiyyət məni lazım görmürsə, mən çəkilib oturmalıyam bir qırağa. لبیک یا علی ابن ابی طالب